Əziz abituriyentlərimiz, xoş gördük hər birinizi. Mən İngilis dili müəlliminiz Çinarə Talıbova. Bugün sizlərə Azər ədatı haqqında müəyyən qaydaları deyəcəm və daha sonra isə həmin qaydaların sonunda olan testi izah edəcəm. Əziz abituriyentlər, İngilis dilində adətlər particles adlanır və Azərbaycan dilində olduğu kimi İngilis dilində də ədatlar köməkçi nitq hissəsidir. Gəlin əvvəlcə Azər ədatı haqqında müəyyən məlumatlar toplayaq. Azər inkar ədatıdır. Azər cümlənin əvvəlində işlənməz. Either, apostrophe T, never, nor, hardly, really, barely olan inkar cümlələrində sonda işlədilir. Məsələn, I don't go to the cinema either. İndi isə testimizə baxaq. Choose the correct option. Doğru seçimi edək. Sarah doesn't like football and Kevin doesn't. Doğru variantımız bizim burada olacaqdır. Either. Çünki either inkara inkar edir. Digər variantlarımız isə nəyə görə yanlışdır? Əziz abituriyentlər, so təsdiq ədatıdır. So təsdiq ədatıdır. So təsdiq cümlələrində işlədilir. Also təsdiq ədatıdır və also əsas feildən əvvəl gəlir. To təsdiq ədatıdır və cümlənin sonunda işlədilir. Və bir cümlə daxilində deyirəm, ola bilər ki, mürəkkəb cümlə olarsa, digər mürəkkəb cümlədə ikinkarlıq göstəricisi ola bilər. Lakin bir cümlə daxilində apostrophe T, nor, never, neither iki inkarlıq olmaz deyə D bəndimiz də yanlışdır. Əziz abituriyentlərimiz, siz də bütün testlərin, dinləmə, mətin, qrammatika testlərinin tək-tək izahını əldə etmək istəyirsinizsə, dərslərimə qeydiyyatdan keçə bilərsiniz.